Assalamu alaikum değerli dostlar, değerli izleyiciler. Hamınızı hoş gördük. Bu günləri Binə qəsəbəsində sizləri Laçın və Kəlbəcər məktəbinin yanında gözəl bir dənə qəşəng kulturlu bir həyət evimizin çəkilişinə gəlmişəm. Dostlar, evimiz tam hazırdır. Qiymətini yəsindən soruşacağım. Qiymət qeyd olunubdur, düzdür, soruşmuşam. Bunu çəkirəm, bilirsiniz. Yəni siz ətraflı izləyin, sona qədər kanalımızı bəyənin. Bilirsiniz yine inşallah her şeyi. Qattım, qarışdırdım. Qiymət zaten yazılıdır. Prosto qiyməti mən bilmirəm. İndi bu dəqiqə bilmirəm. Çünki soruşacağım, ora qeyd eləyəcəm də elan işləyəndə. O heç bilirsiniz. Dostlar, evimizin bax vişne ağacı, ərik ağacı, həyətində belə bir yaxşılıqları var. Səliqəlidir, ev 3 otaqlıdır, koridor sistemlidir, həyətinə maşın girir. Tam ətrafında kanalımızı bəyənin, abunə olun dostlar. Hər gün yeni, gözəl videolarımızın hər gün çəkilişindəyik da. Sizlər üçün əziyyət çəkirəm bunların hamısını. Dostlar, bir dənə evin görünüşünə baxın hələ. Bəh, 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 bəh. Kukulka de, kukulka. Bax, həyəti ağacı, yaşıllığı, evin böyrünə hər iki tərəfdən keçid var. Ağaclar əkilibdir. Podvalı hündür, dərin podvaldır dostlar. Veşbuş yığıblar, bax görürsünüz. Veşbuş yığıblar. Həyəti ağacları da mənə ləzzət edir. Pəncərədən baxanda yaşıllıqlar. Gilaslar qəşəng qızarmağa başlayır. Bunlar dərib yeməmişdən gəlin, siz dərin yeyin. Su bakı var, qazı işığı, bütün kommunallər hazır. Dostlar, gəl gir yaşa da. İndi bir iki dənə qaranlıq qalan suallar var. Onları da indi cavablandıracağım ev yəsindən öyrənə-öyrənə. Keçirəm indi evin içinə. Keçməmişdən əvvəl deyim, ev qoşa daşdı, kürsülüdür. 1, 2, 3, 4, 5, 6 daş kürsüsü var. Tam da qoşadı ha. Onu da deyim biləsiniz. Qapıları da əla səliqəlidir. Ya Allah deyirəm, evin içinə keçirəm. Dostlar, kanalı bəyənin. Bax, ev koridor. Gördünüz? Nə qəşəng. Koridoru zadı. Girəndə içəriyə belə dalğalı adamı sənət əsəri vurur. Sənət əsərin altında adam beləsinə bir şit vurur. Şiti qaldırırsan, adamı tok vurur. Qəşəngdir dostlar. Və belə bir maraqlı belə bir şey də var. Yəni səliqəli. Bax, burada belə Wi-Fi, interneti, hər şey hazır. Kombi xətləri hazır. Hər şey var da. Deməli, evin qazı var, işığı var, suyu var. Qazla qiyməti bir başqa, qazsız qiyməti bir başqa. Yəni ev yəsində belə lider yoxdur. Yəni mən də dedim ki, var. Nəsə dostlar, qazı yoxdur, amma qaz qoya bilir də yəsilə. Nə? Hə. Neçəyə? Qazlı neçəyə, qazsız neçəyə? Qazlı sonu 53 mindir, qazla sonu 51 min. Qazla 51 mindir, qazsız 53 min. Qazlı 53 mindir, qazsız 51 mindir. Hə, 2 minə qaz qoyub verirsən də, yəni fərqi yoxdur. 51 minə dostlar, qazsızdır, endirimi var. Elə endirimi var. Qazsıza. Hə. Qazsıza indi 53'e deyirəm əslində, satış 53 ilə çıxır. Hə. Prost indi reallıq olsa, qazsız gələr, Nə idi o açdı, töküldü? Aynı orada süpürgə var. Nəysə, girin buraları çəkim dostlar. Ondan sonra Allah'ın izni ilə oralara keçəcəm. Deməli, evimizin qazsız qazlı qiymətini öyrəndik. Real olsa endirim olacaq. İndi hər şeyin qiyməti var da, reallıqla danışmaq olur. Bizdə YouTube'dur. La ilahe illallah, maşallah. Mən olduğu kimi hər şeyi çəkirəm. Nə var, nə yox, qoy düşsün. Bizdə yəni qorxulu şey zad yoxdur. Nə var, ortalıqdadır dostlar. Budur. Sonra bax, evimizin yataq otağı, digər yataq otağına keçirəm dostlar. Huy! Xalça maşallah qalındı, qoymur qapılar örtülsün. Dostlar, bax, belə bir yataq otağımız yenə var. Görürsünüz bunlar. Yəni bax, belə bir yataq otağıdır, səliqəlidir, havalıdır, mükəmməl dərəcədə. Sonra evimizin burada belə bir zalı mövcuddur. Bax, qonaq otağı. Çox səliqəli, qəşəng, geniş qonaq otağıdır. Mükəmməl dərəcədə. Havalı pəncərələri var. Hava vurur, skvazniyak oynayır. Qapısı qəşəngdir. Kənd evi kimi də dostlar, kənd evi kimi. Asfalt yola zada yaxındır ha. Məktəb, bağça, alış-veriş məntəqəsi zada hər şey yaxındır. Gəl gir köç yaşa bir evdir özdə. Mastan. Mastan. Ora.
Neyse dostlar, kısa videosu da var. Biz uzun videosunu YouTube'da belə çəkirik də, maraqlı olsun deyən hamıya. Baxın, belə bir rak binası zadı hər şey içində hazır. Ne oldu, çıxırsınız mən çəkim? Dostlar, bunlar çıxdılar. İndi kuxulanı da çəkirəm. Birinci istəyirdim oranı çəkəm, daha əmələ gəlmədi, axırıncı çəkirəm. Bax, belə bir mətbəx mebeli. Mətbəx mebeli evin içində qalacaq. Elektronikalar götürülür, mətbəx mebeli evin içində var. Gəlin inşallah qiymətdə də razılıq yeri olacaq. 51 minə qazsız, 53 minə qazlı. Belə evin qiymətini birinci qoymuşlar, 55-ə zada qoyublar. Elanlarda da baxa bilərsiniz, amma bizə o qiyməti qoymurlar da. Niyə? Çünki biz Sultan ofisiyik. Sultan ofisdə hər şey reallıqla olur. Çünki biz müştəriden çox pul istəmirik. Demirik ya bizə dünyanı ver, demirik ya bizə bunu ver elə. Biz reklamçıyıq. Bizə nə dəxli var ki? Ona bax hələ, tərbiyəsiz. Tərbiyəsiz. Nəsə bizdə belədir, olduğu kimi dostlar. İnşallah gəlin, Allah xeyir versin. Bu evi götürün, alan xeyir tapar. Niyə? Çünki evin yiyəsi bu evi alıb xeyir tapıb şəhərə gedir. Siz də yox. YouTube'u çəkirəm. Bizdə olduğu kimi də nə var? Biz YouTube'u həmişə olduğu kimi. Yadigar da qalır. Sonra oturub izləyirik, baxırıq. Millət baxır. Çünki ev alan da deyir, mən bu ev alanda gör nətər çəkmişdi bunu. Qardaş, baxın budur. Allahın izni ilə dostlar. Allah xeyir versin. Oy dada, bu nə diyor ona? O da nə diyor ona bu? O da buna bax ada. Oh my god. Gördünüz dostlar. Hər dəfə adamın qabağına çıxmır bir şeylər. Baxın, yemək satda pişiriblər bax. Qəşəng gəlin, aş, şorba, hamısından burada plov, qarasız adı. Gəlin oturan yeyən içə. Milçək giribə yeməyə. Milçək giribə. Bir baxın da nə? Qabları, qaşıqları yuyunə bir səliqə səhman tərədinə. Bu nədir? Nəsə dostlar, sözüm ona gəlin Allah xeyirici versin. Hər şey təmizdən bizi çağırın gələk. Xeyirli uğurlu olsun. Satan, alan zəng eləsin. Zəng elən gələk çəkək. Sataq. Siz də inşallah evinizi satın, ev almaq istəyənlər ev alsınlar. Bizim əlimiz var ha. Kullu. Yüngüldür. Allah haqqı. Alan bir də alır, satan bir də satır. İnşallah gəlin Allah xeyirinizi versin. Həm alın, həm satın. Ruzulu bərəkətli olsun. Peyğəmbərdən hədis var. Alanda satanda gələk eləyəsən ki, Allahın izni ilə hər şey bomba kimi olsun da. Biz də elə deyirik ki, Quran haqqı hər şey bomba kimi olsun. Tək ki, Allah hər kəsə gözəl ev nəsib eləsin. Xeyrisi Allahdan. Satmaq istəyənlər, almaq istəyənlər buyursunlar, əlaqə saxlasınlar, əlaqə nömrələrimiz var. Evdəki kukula kimi, rahat. Oş, gəldin evdə uzandın, çay içərək yedin işte. Of, həyatdır, həyat. Nəsə dostlar, Allah xeyir versin inşallah, gözləyirəm.